Salam uşaqlar, axşamınız xeyir olsun. Deməli uşaqlar, bildiyimiz kimi 12 oktyabr, yəni bu həftənin bazar günü Güvən nəşriyyatının keçirəcəyi ilk sınaq imtahanı 1 olacaq. Bugün sizlərə dəstək məqsədli olaraq Güvən nəşriyyatının keçən il keçirdiyi, yəni 2024-cü il 6 oktyabrda keçirdiyi sınaq 1 imtahanının 10-cu siniflər üzrə test nümunələrinin izahını verəcəm. Diqqətlə qulaq asın və şagirdlər məsləhət görürəm ki, bu izaha axıra qədər, hər bir detalına qədər baxın sualın izahına. Vacib qeydləri götürün. İnşallah yaxşı olar. İmtahanda sizə uğurlar arzu edirəm. İnşallah nəticəniz ürəyiniz istəyən kimi olar. Belə şagirdlər, biz sizə vaxt itirmədən keçən sualların izahına. Deməli, bizə birinci sualda nə deyir? Deyir, S yerdəyişmə vektorunun x oxu üzrə proyeksiyasını hesablayın. Deməli, şagirdlər, yerdəyişmənin əgər mən x oxu üzrə proyeksiyasını tapıramsa, deməli, x oxu üzrə son koordinatdan başlanğıc koordinatı çıxmalıyam. Baxın, bu da A-dan gəlib B-yə. Düzdürmü? Başlanğıcı A-dır. Baxıram ki, bunun x oxu üzrə başlanğıc koordinatı -3-ə bərabərdir. Son koordinatı isə x oxu üzrə nəyə bərabərdir? 10-a bərabərdir. Biz isə yer dəyişmənin, deməli, x oxu üzrə qiymətini tapırıqsa, son koordinatla başlanğıcı çıxmalıyam. Son koordinatım 10-dur. Çıxılsın başlanğıc koordinatım -3-dür. Bu bizə nəyi verəcək? 13 metr verəcəkdir. Uşaqlar, burada bizdən yer dəyişmənin y oxu üzrə də qiymətini soruşa bilərdi. Əgər biz yer dəyişmənin y oxu üzrə qiymətini tapırıqsa, y oxu üzrə son koordinatdan başlanğıc koordinatı çıxardıq. Bunun gördüyümüz kimi y oxu üzrə son koordinatı 3-ə bərabərdir. Çıxılsın, y oxu üzrə başlanğıc koordinatı -2-yə bərabərdir. Bu bizə nəyi verərdi? 5 metri verərdi. Amma bizdə hal-hazırda təkcə x oxu üzrə qiymətini soruşur. Burada oldu 13 metr. İkinci sualımız, sükunət vəziyyətindən düz xəttli bərabər təcili hərəkətə başlayan avtomobil 5-ci saniyədə 45 metr yol gedir. Bu avtomobilin təcilinin modulunu hesablayın. Gördüyümüz kimi şagirdlər bizə sükunət vəziyyətindən deyir. Sükunət vəziyyəti deyirsə nə edirdik? Başlanğıc sürəti 0 qəbul edirdik və n-ci saniyədədir. Baxın uşaqlar, n saniyə ilə n-ci saniyə fərqli şeydir. Burada 5-ci saniyə deyir. 5-ci saniyə deyirsə biz bərabər təcili hərəkətdə n-ci saniyədə gedilən yol düsturundan istifadə eləməliyik. Sükunət alınan hərəkətə başlayırsa bu a/2 vurulsun 2n-1 olacaqdır. Deməli 45 metr yol gedib bərabərdir. A bölünsün 2 vurulsun 2 vur. 5-ci saniyədə n-ə görə n-i 5 götürürəm, çıxılsın 1. Buradan da uşaqlar alırıq ki, biz 9a bölünsün 2 bərabərdir 45-ə. Burada 9 ilə 45 ixtisar gedir, 5 qalır. Deməli, buradan a bölünsün 2 5-ə bərabərdir. Onda təcilimiz nə olacaq? 2 vurulsun 5-dən 10 metr bölünsün saniyə kvadratı olacaqdır. Doğru cavab D variantı. Üçüncü sualımız, x oxu boyunca düz xəttli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. 5-ci saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın deyir. Deməli, şagirdlər, bu necə hərəkətdir? VT qrafiki xəttidirsə bərabər təcilli hərəkətdir. Onda biz ilk 3 saniyə üçün təcili tapa bilərik. Çünki mən başlanğıc sürəti bilirəm ki, bu -12 metr bölünsün saniyədir, proyeksiyası. Sonra və 3-cü saniyənin sonunda görürəm ki, bunun sürəti nə qədərdir? 0-dır. Nə qədər zaman keçib? 3 saniyə zaman keçib. Onda biz təcili tapa bilərik ki, A bərabərdir V minus V0 bölünsün T. Buradan bizim son sürətimiz 0, çıxılsın başlanğıc sürətimiz -12 bölünsün zaman 3. Deməli, təcilimiz nə qədərdir? 4 metr bölünsün saniyə kvadratıdır. Deməli, uşaqlar, bu bərabər təcilli hərəkət olduğuna görə bütün hərəkət müddəti boyunca bunun təcili dəyişməyəcək. Onda biz, bax, bura uyğun son sürəti necə tapa bilərik? Bərabər təcili hərəkətdə son sürətin düsturu V bərabərdir. V0 üstə gəlinsin nədir? AT-dir. Doğrudurmu? Buradan da onda bizim başlanğıc sürətimizin proyeksiyası
proyeksiyası -12-dir. Yazıram -12 üstə gəlinsin. Təcilimiz 4-dür. Ümumi nə qədər zaman keçib? 5 saniyə zaman keçib. Vurulsun 5. Buradan da -12 üstə gəlinsin 20-dən. Cavab olacaqdır 8 metr bölünsün saniyə. Doğru cavabımız A variantı. Dördüncü sualımız, düz xətlə hərəkət edən iki cismin hərəkət tənlikləri uyğun olaraq x1 bərabərdir 62 minus 4t və x2 bərabərdir 6t üstəgəl 12 şəklindədir. Bu cisimlərin nə qədər vaxtda görüşdüyünü hesablayın. Uşaqlar, baxın bizdən görüş müddətini soruşur. Görüş şərtimiz nə idi? Koordinatlar bərabərləşməli idi. Biz bu ifadələri bərabərləşdirsək 62 minus 4t bərabər olacaqdır 6t üstə gəlinsin 12. Məlum və məhsulları bir tərəfə yığsaq, minus 4t-ni sağa keçirsən plus 4t olacaq, yəni 6t. 6t üstə gəlinsin 4t bərabərdir. 12-ni də sola keçirdirəm, 62 minus 12 olur. Buradan deməli 10t bərabərdir 50-yə. T-də nə alınır? 5 saniyə. Deməli bu cisimlər 5 saniyə sonra görüşəcəklər. Doğru cavabımız B variantı. 5-ci sualımız. Cismin getdiyi yolun zamandan asılı qrafiki parabola verilib. Bu cismin sürətinin modulunun zamandan asılı qrafiki hansıdır? Uşaqlar, baxın, verilən bu qrafikə baxanda görürəm ki, hərəkət x oxu istiqamətində bərabər yavaşlayan hərəkətdir. Düzdürmü? İndi bu dediyimi aşağıda variantlar arasında axtarıram. Bu aşağıdakilərdən hansı x oxu istiqamətində bərabər yavaşlayandır? Əlbəttə ki, A variantı. 6 nömrəli sual. Birinci cismin sürəti 5 metr bölü saniyə, ikincinin 3 metr bölü saniyədir. Birinci kürəciyin ikinci nəzərən sürətini soruşur. Yəni bizdən birincinin ikinci nəzərən sürətini soruşur. Biz nə demişdik? Əgər cisimlər eyni istiqamətdə hərəkət edirsə, məsəl üçün birinci cisim də sağa tərəf gedir, ikinci cisim də sağa tərəf gedir. Əgər cisimlər eyni istiqamətdə hərəkət edirlərsə, istər birincinin ikinci nəzərən sürətini olsun, onda birincinin sürətindən ikincinin sürətini çıxıram. İkincinin birinci nəzərən sürətini tapıramsa, ikincinin sürətindən birincinin sürətini çıxıram. Yox, əgər buradakı kimi cisimlər əks istiqamətdə və yaxud qarşı-qarşı hərəkət edirlərsə, onda istər birincinin ikinci nəzərən sürəti olsun, istər ikincinin birinci nəzərən sürəti olsun, sürətlər toplanır. Yəni, eyni də çıxılır, əksdə toplanır. Birincinin sürəti 5, ikincinin sürəti 3, deməli, birincinin ikinci nəzərən sürəti 8 metr bölü saniyə olacaqdır. 7 nömrəli sual. Düz xəttli bərabər təcilli hərəkət edən cismin sürəti ikinci saniyənin sonunda 12 metr bölü saniyə, 4-cü saniyənin sonunda isə 22 metr bölü saniyə olmuşdur. Bu cismin təcilinin modulunu hesablayın. Deməli, şagirdlər, baxın, bu sualı necə tapa bilərik? Bizim bərabər təcilli hərəkətdə son sürət düsturumuz V bərabərdir. V0 üstə gəlinsin AT-dir. İndi mən bu düsturu iki hal üçün tətbiq eləyəcəm. Fikir verirsinizsə, ikinci saniyənin sonunda, yəni zaman birinci 2 saniyə olanda bunun son sürəti olub 12 metr bölü saniyə. Düzdürmü? Sonra ikinci halda zaman 4 saniyə olanda bunun sürəti olubdur. Deməli 22 metr bölü saniyə. Onda mən iki hal üçün bu düsturu yazsam, birinci üçün yazaram V1 bərabərdir V0 üstə gəlinsin AT1. İkinci halda yazaram V2 bərabərdir V0 üstə gəlinsin AT2. İndi verilənləri yerinə yazaq. V1-imiz 12 bərabərdir V0 üstə gəlinsin T1 2-dir. Aya vursam olar 2A. İkincidə də V2 22 bərabərdir V0 üstə gəlinsin. İndi zaman 4-dür. Burada T2-ni yenə 4 yazsam olacaq 4A. Baxın uşaqlar, burada belə bir sistem tənliyi aldıq. Buradan da bu sistem tənlikdən bu ikinci ifadədən birinci ifadəni çıxsaq nə olacaq? 22-dən 12-ni çıxıram 10 bərabərdir. V0'lar gedir. 4A'dan da 2A'nı çıxanda olur 2A. Buradan da A'nı tapanda 10 bölünsün 2-dən cavab olacaqdır 5 metr bölünsün saniyə kvadrat. Doğru cavabımız D variantı. 8-ci sualımız. Cismin koordinatının zamanlı asılı qrafikinə əsasən onun sürətinin proyeksiyasını hesablayın. Deməli uşaqlar, X-ın T-dən asılılığıdır, xəttidir. Xəttidirsə bu necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Baxıram ki, qrafik 10-dan başlayıb. Deməli, mənim son başlanğıc koordinatım 10 metr, son koordinatım 40 metrdir. Gəlin yazağın. Deməli, buradan x0 bərabərdir 10 metr.
Son koordinatımız x bərabərdir 40 metr. Keçən zaman nə qədərdir? 5 saniyədir. Bizdən nəyi soruşur? Sürətin proyeksiyası. Demək uşaqlar, Vx nəyə bərabərdir? Sx bölünsün t'dir. Yaxşı, Sx özü nəyə bərabər idi? Son koordinatdan başlanğıc koordinat verilibsə, x-dən x0'ı çıxırdıq. Aparıb burada Sx-in yerinə x minus x0 yazsaq, bölünsün t olacaq. Son koordinatım 40 çıxılsın, başlanğıc koordinatım 10, zaman da 5. Buradan nə alırıq? 6 metr bölünsün saniyə alırıq. Doğru cavabımız B variantı. 9 nömrəli sual. Cisim A, B, C, D, K trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən, baxın bu nöqtədən gəlir K nöqtəsinə. Bu cismin getdiyi yolu və yer dəyişməni tapın. Gəlin birinci biz bu cismin getdiyi yolu tapaq. Bu cisim A'dan gəlib B'yə 5 metr yol gedib. Sonra gəlib B'dən C'yə 6 metr yol gedib. Sonra C'dən D'yə gəlib 8 metr yol gedib. Sonra da D'dən K'ya gəlib 6 metr yol gedib. Cəmi nə qədər yol gedib? 6, 5, 11, bu da 8, 19, 6 da gəldi 25 metr. Demək, cismin getdiyi yol 25 metrdir. Bəs yer dəyişməni necə tapırdıq? Yer dəyişmə başlanğıcla sonu birləşdirən düz xətt parçasının uzunluğu idi. Başlanğıcda A'dan başlayıb, sonda K'ya gəlib. Deməli, A ilə K'nı birləşdirən bu düz xəttin uzunluğu yer dəyişmədir. Fikir verin, bu KB hissəsi elə CD hissəsinə bərabərdir. Yəni, CD hissəsi nə qədərdir? 8. Onda bunun KB hissəsi 8 olmalıdır. Bura qədər 5-dirsə, onda bura nə qalacaq? 3 metr qalacaq. Deməli, bunun yer dəyişməsi hanıdır? 3 metr. Bizə də deyir ki, yol yer dəyişmədən neçə metr çoxdur? Yol 25, yer dəyişmə 3. Deməli, yol yer dəyişmədən 22 metr çoxdur. 10 nömrəli sual. Durğun suya nəzərən sürəti 10 metr böl saniyə olan motorlu qayıq çayın axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edir. Deməli, bizə qayığın sürətini verib ki, 10 metr böl saniyədir. Deyir ki, bu qayıq 5 saniyə ərzində 48 metr yol gedir. 48 metr yol gedir. Doğrudurmu? İndi bizdən nəyə soruşur? Çayın axın sürətini. Çayın axın sürətini soruşur. İndi uşaqlar, burada məsələ nədir? Deməli, bizim bərabər sürətli hərəkətdə S-in düsturu nədir? V vurulsun T'dir. Buradakı V də biz demişik ki, çay məsələlərində yekun sürət. Onda gəlin biz yekun sürəti tapaq ilk öncə. Yekun sürət tapmaq üçün bu qayığın getdiyi yolu bölürük zamana. 48 metr yol gedibdir 5 saniyədə. 48-i də 5-ə böləndə nə alıram mən? Deməli, mən alıram deməli 9 kərə 45, 9 kərə 5, 45, 9,6. Düzmü dedim? Bəli, 9,6 metr bölünsün saniyə alıram. Bəs yekun sürət nəyə bərabərdir uşaqlar? Deyirdik ki, qayıqla çay eyni istiqamətdə hərəkət edirsə, yekun sürət tapanda qayığın sürəti ilə çayın sürətini toplayırıq. Əks istiqamətdə hərəkət edirsə çıxırıq. Burada da bu əks istiqamətdə hərəkət edir. Onda mən yekun sürəti tapan zaman nə edəcəm? Qayığın sürətindən çayın sürətini çıxacam. Yekun sürətini 9,6 almışam. Qayığın sürəti 10'dur, çıxılsın V çay. Buradan da V çay nəyə bərabər olacaq? 0,4 metr bölünsün saniyəyə bərabər olacaqdır. 11 nömrəli sual. Minik avtomobili 20 metr böl saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. Deməli, sürətimiz 20 metr bölünsün saniyədir. Təkərin radiusunu bizə verib ki, 40 santimetrdir. 40 santimetrdən metrə çevirsək olacaq 0,4 metr. Deyir, T bərabərdir 6 saniyə ərzində neçə dövr edər? P-nin qiyməti 3, dövr sayında soruşur. Uşaqlar ilə birbaşa yazaq. Xətti sürətin periyodla olan düsturu necə idi? Dövr sayından olan düsturu necə idi? 2πr böyük n bölünsün t idi. Bizdən də dövr sayını soruşur. Buradan n'i tapanda olacaq. V vurulsun t bölünsün 2πr. Qiymətləri yerinə yazaq. V 20'dir. Zamanımız 6'dır. Bölünsün 2 vurulsun p'nin də qiyməti 3'dür. Vurulsun r də 0,4'dür. 2 vuruş 6 bu 6 ilə gedir. 20'ni də 0,4'ə böləndə olacaqdır 50 dövr. Doğru cavabımız A variantı. 12 nömrəli sual. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin bucaq sürətinə asılılıq diaqramı verilib. Hansı nöqtə
xətti sürətin ən böyük qiymətinə uyğundur. Baxın uşaqlar, belə bir sualdan yenə də düşəcəkdir mütləq şəkildə. Bunu necə həll edirik? Əlimizdə nə var? Təcil var. Əlimizdə nə var? Bucaq sürəti var. Bir də sürətin ən böyük qiymətini soruşur. Bu üçünü birləşdirən düstur axtarıram. Hansıdır? A bərabərdir omega vur V-dir. Buradan V-ni tapanda olur A bölünsün omega. Baxıram ki, sürət təcillə düz, bucaq sürəti ilə tərsdir. Deməli, sürətin böyük olması üçün təcili böyük olmalıdır. Təcilin böyük qiymətləri sıfırdan uzaqda olan nöqtələrdir. V-nin böyük olması üçün bucaq sürəti kiçik olmalıdır. Bucaq sürətinin kiçik qiymətləri isə sıfıra yaxın olan nöqtələrdir. Bu xəttlər harda kəsişirsə o doğru cavabdır. Yəni olacaqdır 2. Növbəti sualımız. 13 nömrəli sual. 2 disk bir-birlə qayışla əlaqələndirilir. Radiusu 30 cm olan diskin bucaq sürəti 6 radian bölü saniyə olarsa, radiusu 10 cm olan diskin üzərindəki K nöqtəsinin xətti sürətini hesablayın. Deməli uşaqlar, bizə birinci diskin, yəni bax bu birinci diskdir, bu da ikinci diskdir. Bizə də birinci diskin bucaq sürətini verib. Yazıram omega 1 bərabərdir 6 radian bölünsün nədir? Saniyədir, düzdürmü? İndi bizi nəyi soruşur? K nöqtəsinin xətti sürətini soruşur. Xətti sürəti necə tapa bilərəm? V bərabərdir omega r. Əgər mən ikinci diskin sürətini tapıramsa, ikinci diskin bucaq sürətini vurmalıyam ikinci diskin radiusuna. Aha, indi mənə nə lazım? Bax, ikinci diskin radiusunu bilirəm. Nə qədərdir? 10 santimetrdir. Bu da nə verir? 0,1 metri verir. Doğrudurmu? İndi mənə lazımdır ikinci diskin bucaq sürətini. Bunu isə necə tapa bilərəm? Biz nə demişdik? Demişik ki, qayışlı ötürmədə, hətta heç uzağa getmədən uşaqlar biz belə bir şey də eləyə bilərik. Baxın, heç buna getmədən sadə bir üsulla həll edə bilərik. Mən birinci diskin sürətini tapa bilərəm də. Çünki V bərabərdir omega r deyil. Onda V1 bərabərdir omega 1 vurulsun R1 yazaram. Buradan onda V1 bərabərdir omega 1 6 vurulsun birinci diskin radiusu da 30 cm, yəni 0,3 metr. Buradan nə alırıq? 1,8 metr bölünsün saniyə. Bizdənsə ikinci diskin K nöqtəsinin sürətini istəyir. Biz qayışlı ötürmədə nə demişik? Kənar nöqtələrin xətti sürətləri bərabərdir. Düzdürmü? Qayışlı ötürmədə kənar nöqtələrin xətti sürətləri və getdikləri yollar bərabər olur. Əgər birinci diskin sürətini mən 1,8 taxmışamsa, avtomatik ikinci diskin də sürəti 1,8 metr bölü saniyə olmalıdır. 14. Saatın saat əqrəbi hansı zaman müddətində 2 dövr edər? Deməli, uşaqlar bizə dövr sayını verib. Deyir, saatın saat əqrəbi. Biz də bilirik ki, saatın saat əqrəbinin döyətmə periodu nə qədərdir? 12 saatdır. Deyir, hansı zaman müddətində 2 dövr edər? Bizdən zamanı soruşur. Periodun üstürü böyük T bərabərdir, kiçik T bölünsün N-dir. Biz buradan balaca T-ni tapanda olur. Böyük T vurulsun N. Böyük T-nimiz 12, dövr sayımız 2. Deməli, 24 saat ərzində 2 dövr edər. Doğru cavabımız D variantı. 15-ci sual. Çevrə üzrə bərabər sürətli hərəkətdən mərkəzə qaçma təcili hansı ifadə təyin olunur? Bunu əzbər bilmək lazım. 4pi kvadratı n kvadratı r-dir. 16 nömrəli sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin sabit qiymətində radius vektorun dönmə bucağının zamanı qrafiki hansıdır? Bizə deyir ki, bucaq sürətinin sabit qiymətində. Onda biz bucaq sürətinin düsturunu yazsaq, omega bərabərdir fi bölünsün t-dir. Buradan dönmə bucağını tapanda fi bərabərdir omega vurulsun t-dir. Bucaq sürəti bizə deyir ki, sabitdir. Onda dönmə bucağı zamanla düz mütənasib şəkildə asılı olacaqdır. 17 nömrəli sual. Cisim A nöqtəsindən çevrə boyunca hərəkətə başlayır. Bu cisim 1, 2 və 3 nöqtələrində olduqda onun A nöqtəsinə nəzərən yer dəyişmələrinin modullarına hansı münasibət doğrudur? Baxın, bu A nöqtəsindən hərəkətə başlayır. Düzdürmü? Yer dəyişmə nədir? Başlanğıcla sonu birləşdirən düz xəttin uzunluğu. Bax, A-dan 1-ə qədər, tutaq ki, A nöqtəsindən 1-ə gəlibsə, yer dəyişməsi budur. A nöqtəsindən 3-ə gəlibsə, yer dəyişməsi budur. A-dan 2-yə gəlibsə, yer dəyişməsi də budur. Buradan gördüyümüz kimi A nöqtəsindən 1-ə və A nöqtəsindən 3-ə qədər olan məsafələr bərabər olduğuna görə bunun 1 və 3-ə nəzərən yer dəyişmələri bərabər olacaq. Amma A-nın 2-yə qədər məsafəsi digərlərindən böyük olduğuna görə
S2 bunlardan böyük olacaq. Deməli S1 ilə S3 bərabər, S2-dən kiçik. Doğru cavab A variantı. 18. Spitometr ilə hansı fiziki əməl təyin olunur? Əlbəttə ki, spitometr hər zaman ani sürəti ölçür, yəni orta sürəti ölçmür. 19. Maddi nöqtə verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin xətti sürətinin dövrətmə periodu nasıl qrafik hansıdır? Fikir verirsinizsə burada verilmiş radiuslu deyir. Verilmiş radiuslu sözünün mənası nə idi? Radius sabitdir. Bizə isə sürətin perioddan asılı qrafikini soruşur. Sürətin period olan düsturu necə idi? Ümumi düstur nədir? Gəlin xatırlayaq. L bölünsün T'dir. Nə edirdik? L'in yerinə gətirib 2πr yazırdıq. Zamanın yerinə period yazırdıq. 2π ilə işimiz yoxdur, sabitdir. Verilmiş radiuslu deyir, R-də sabitdir. Onda xətti sürət periodla tərs mütənasib şəkildə asılı olacaqdır. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrlər sayının zamanın asılı qrafikinə əsasən dövrətmə tezliyini hesablayın. Baxıram ki, dövr sayım 6-dır. Zamanım isə 3-dür. Nəyə soruşur? Tezlik. Tezliyin düsturu nə idi? Kiçik M bərabərdir, böyük M bölünsün T idi. Dövr sayı 6, zaman 3, tezliyim olacaqdır 2 saniyə üzəri -1. Doğru cavabımız D variantı. 21 nömrəli sual. Çevrə üzrə 0.2 pi radian böl saniyə bucaq sürəti ilə bərabər sürətlə hərəkət edən maddi nöqtə hansı zaman müddətində A-dan B-yə gələr? Deməli, bucaq sürəti nə qədərdir? 0.2 pidir. Yəni bizim bucaq sürətimiz 0.2 pi radian bölünsün saniyədir. İndi nə edə bilərik? Periodu tapa bilərik ilk öncə. Bucaq sürətinin periyoduna olan düsturu 2 pi bölünsün T'dir. Birinci periodu tapırıq. Olur 2 pi bölünsün omega. Buradan da 2 pi bölünsün omegamız da 0.2 pidir. Pilər gedir. 2'nin də 0.2 bölən nə olur? Alırıq 10 saniyə. Düzdürmü? Bunun periyodu indi 10 saniyədir. Fikir verirsinizmi? Bu A'dan deyir ki, B'yə neçə saniyə gələr? Bu ümumi çevrənin 2də birini gəlib, düzdürmü? Bütöv çevrəni gəlməyib də A'dan B'yə çevrənin yarısına gəlib. Yəni çevrənin yarısına gəlməsinə sərf olan zaman periyodun yarısıdır da 2də birini gəlib. Periyod da əgər 10'dursa 2də biri 10'a vursaq, deməli bu A'dan B'yə 5 saniyə gəlmiş olar. Yəni A'dan B'yə 5 saniyə gedər, B'dən də A'ya 5 saniyəyə qaydar, ümumi periyod 10 olar. Bizdən isə A'dan B'yə gəlmə müddətini soruşur, bu da olar 5 saniyə. Maddi nöqtə verilmiş radiuslu, avtomatik qeyd eləyək ki, radiusumuz sabitdir. Çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin xətti sürətini, yəni V-ni 2 dəfə azaltdıqda təcili necə dəyişər? Uşaqlar, təcilin belə bir düsturu var da, çevrə üzrə hərəkətdə A bərabərdir V kvadratı bölünsün R. R sabitdir, çünki verilmiş radiuslu deyir. Baxıram ki, təcil sürətlə düz kvadratik asılıdır. Düz kvadratikdir, yəni mən sürəti 2 dəfə azaldıramsa, təcilimiz 4 dəfə azalmalıdır. Doğru cavabımız Y variantı. 23-cü sual. Əyri xətli bərabər sürətli və düz xətli bərabər sürətli hərəkətlər üçün Euler-Venn diaqramında uyğun mənləri müəyyən edin. Gedilən yol VT düstü hesablanır uşaqlar. Bu hər ikisi üçün ortaqdır. İstər əyri xətli bərabər sürətli olsun, istər düz xətli bərabər sürətli olsun. Hər ikisində yol VT düsturu ilə tapılır. Gedilən yol yer dəyişmənin modulundan böyükdür. Bu əyri xətlidədir. Çünki düz xətli hərəkətdə demişik ki, yol yer dəyişməyə bərabərdir. Əyri xətli hərəkətdə demişik ki, yol yer dəyişmədən böyükdür. Burada da deyir ki, yol yer dəyişmə modundan böyükdür. Əyri xətli bərabər sürətli hərəkətə uyğun gələcək. Sürətin qiymət və istiqaməti zaman keçdikcə dəyişmir uşaqlar. Bu düz xətli bərabər sürətli hərəkətə aiddir. Çünki əyri xətli hərəkətdə modul da V bərabərdir, konstant yazırıq. Amma düz xətli bərabər sürətli hərəkətdə V bərabərdir, konstant yazırıq. Yəni sürətin qiymət və istiqaməti dəyişməyən hərəkət düz xətli bərabər sürətli hərəkətdir. Amma əyri xətli hərəkətdə istiqaməti dəyişir. Bərabər zaman fasiləndə gedilən yollar bərabərdir. Bu da hər ikisinə aiddir. Çünki hərəkət bərabər sürətlidir. Daha doğrusu 3 yox, 4. Deməli 2 deməli nə olacaqdır? Deməli uşaqlar, birinciyə 2, üçüncüyə 1, 4, ikinciyə isə 3. Doğru cavabımız olacaqdır B variantı. 24 nömrəli sual. Açar sözlərdən müəyyən arzu istifadə edərək mətni tamamlayan. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki əməliyyat bu təcildir. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər fiziki əməliyyat bu sürətdir. Düz xətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları
bərabər yavaşlayanda əksi olur, 2 uyğun gəlir. Düz xəttli bərabər yerləşən hərəkətdə isə sürət və təcil vektorları eyni istiqamət yönəlir, 1 uyğun gəlir. Deməli 3, 4, 2, 1 şəklində olacaqdır. 25 nömrəli sualımız deyir, düz xəttli hərəkət edən cismin koordinatının zamandan asılılığı x bərabərdir 5t kvadratı üstəgəl 3t üstəgəl 4 şəklindədir. Bu cismin ilk 2 saniyə ərzində yolunu hesabla. Deməli, uşaqlar, gəlin buradan bu tənliyi xatırlayaq ki, bu hansı tənlikdir? X bərabərdir x0 üstəgəl v0t üstəgəlinsin at kvadratı bölünsün 2 tənliyidir, düzdürmü? Burada baxıram ki, mənim v0'ım neçədir? V0 t-nin qarşısındakidir. Müsbət 3 metr böl saniyədir. Təcilimiz isə t kvadratının qarşısındakı ədədin 2 mislidir. Yəni 5-dirsə 2 misli 10 metr böl saniyə kvadratı isə təcildir. Görürəm ki, sürət və təcil eyni işarəlidir. Onda bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Onda yolun düsturu necə olar? V0 t üstəgəlinsin at kvadratı bölünsün 2. Aparıb qiymətləri yerinə yazaq. V0'ımız 3 vur zaman 2'dir. Üstəgəl təcil 10 vurulsun zaman 2 kvadratı 4 bölünsün 2. Buradan da alırıq 26 metr. 26 nömrəli sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti v 10 metr bölünsün saniyədir. Mərkəzə qaçma təcili isə 4 metr bölünsün saniyə kvadratıdır. Nəyə soruşur? Radiusu soruşur. İndi uşaqlar burada əlbəttə ki, düsturumuz nədir? A bərabərdir v kvadratı bölünsün r-dir. Mən buradan r-i tapanda alıram v kvadratı bölünsün a. V-nin qiyməti 10'dur, kvadratı 100. Bölürəm təcil 4'ə, alırıq buradan 25 metr. 27 nömrəli sual. X oxu istiqamətində düz xətti bərabər təcil hərəkətə aid olan qrafikləri müəyyən edin. İlk öncə 1 ilə 4'ü çıxıram. Çünki bu bərabər sürətli hərəkətdir. Bərabər təcilli hərəkətdə demişik ki, sürət zamanla xəttdə olmalıdır. X oxu istiqamətində deyirsə, qrafikimiz zaman oxundan yuxarıda olmalıdır. Aşağıda olanlar X oxunun əksinədir. Onda cavabımız olacaqdır 5 və 6. 28 nömrəli sual. Fiziki kəmiyyətlər və onların BSD vahidləri və ya vahidinin BSD əsas vahidlərlə ifadələr arasındakı uyğunluğu müəyyən elə. Deməli, radian böl saniyə nəyin vahididir? Bucaq sürətinin. Getdi bura. Metr yer dəyişmənin vahidi. B getdi bura. Metr böl saniyə kvadratı nədir? Deməli, təcilin vahididir. C getdi bura. Kilometr böl saat bu sürətin vahididir. Düzdürmü? Burada da sürət yoxdur. Və uşaqlar, kilometrdə nədir? Yer dəyişmənin vahididir. İndi burada diqqətli olmaq lazımdır. Əsas vahidlərlə desəydi biz yer dəyişmənin vahidini yazanda yeni götürməməliydik. Təkcə metri götürməliydik. Amma burada BSD vahidləri də deyibdir. Ona görə yeni də götürə bilərik. 29 nömrəli sual. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 4 saniyədir. Deyir ki, K nöqtəsini keçdikdən sonra 3-cü saniyənin sonunda cismin sürət və təcil vektorlarını çəkin. Periodu 4 saniyədirsə, 4'ü 4 bərabər hissəyə bölsək, hər aralığa 1 saniyə düşür və bu istiqamətdə fırlanır. K nöqtəsini keçəndən sonra deyirsə, buradan başlayırıq saymağa. 1, bura 2, bura 3. 3 düşür bura. Deməli, 3 nöqtəsində cisim artıq buradadır 3-cü saniyənin sonunda. Sürət necə yönəlir? Sürət çevrəyə toxunan yönəlir. Ona görə sürət yuxarı yönələr. Təcil isə hara yönələr? Mərkəzə doğru yönələr. Yəni, belə olacaq. Sürət və yuxarı, təcil də sağa tərəf. 30 nömrəli sual. Durğun suya nəzərən sürəti 12 metr böl saniyə olan motorlu qayıq çayın axını istiqamətində düz xətti bərabər sürətlə hərəkət edir. Qayıq 4 saniyə ərzində 50 metr yol gedərsə, çayın axın sürətini hesabla. Deməli, bizə qayığın sürətini verib ki, 12 metr bölünsün saniyədir. Və deyir ki, çayın axını istiqamətində hərəkət edir və 4 saniyə ərzində 50 metr yol gedib. Bizdən çayın axın sürətini soruşur. Bayaq buna uyğun məsələ işlədik. Deməli, S nəyə bərabərdir? Bərabər sürətli hərəkətdə V vur T-dir. Amma buradakı V yekun sürətli dedik. Gəlin onda biz yekun sürəti tapaq. Olacaq onda S bölünsün T. S 50 bölünsün 4. Nə alırıq? 12 tam. Onda 5 metr bölünsün saniyə.
Burada fikir verirsinizsə, qayıq çayın axını istiqamətində hərəkət edir. Əgər qayıq çayın axını istiqamətində hərəkət edirsə, yekun sürəti tapanda toplayırıq artıq bu zaman. V qayıq plus V çay olur. Yekun sürət 12,5-dir, bərabərdir. Qayığın sürəti 12-dir, üstə gəlsin çayın sürəti. Çayın da sürəti buradan 0,5 metr bölünsün saniyə olacaqdır. Və uşaqlar, sonuncu sualımıza baxaq. Minik avtomobili ilk 20 saniyə ərzində 108 km/saat sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq düz xəttli bərabər yavaşın hərəkət edir və 25-ci saniyənin sonunda dayanır. Zamanın T0 bərabərdir 0, T1 bərabərdir 20 saniyə və T2 bərabərdir 25 saniyə anlarına uyğun sürətin qiymətlərini yazmaqla ilk 25 saniyə ərzində avtomobilin sürətinin modulunun zamandan sıx qrafikini çəkin. Deməli, uşaqlar, bizdən VT qrafikini soruşur. Gəlin bu VT qrafikini çəkək. Bura V, bura T olsun. Bunu metr böl saniyə ilə yazmalıyıq. Bu da saniyə. Deməli, uşaqlar bizə deyir ki, ilk 20 saniyədə bu düz xəttli bərabər sürətlə hərəkət edir. Deməli, ilk 20 saniyədə düz xəttli bərabər sürətlə hərəkət edəcək. Və qiyməti nə qədərdir? 108 km/saatdır. Biz metr böl saniyə keçməliyik. Bunun üçün 108-i nə edirik? 18-də 5-ə vururuq. Bu da bizə verir 30 metr bölünsün saniyə. Deməli, burada bunun sürəti 30 metr böl saniyədir və 20 saniyə bərabər sürətlə hərəkət edir. Sonra deyir, 20-ci saniyənin sonunda tormozlanmağa başlayır və nə edir? Dayanır. Tormozlanırsa yavaşın hərəkət edir və 25-ci saniyənin sonunda nə edir? Baxın, dayanır. Yəni, son sürət olur 0. Yəni, bizdən bu qrafik istəyirdi uşaqlar. Belə uşaqlar, hər birinizə imtihanda uğurlar arzu edirəm. İnşallah növbəti video izahlarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun, sağlıqlı qalın.